Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, məktəbə yaxın ərazidə, məktəbdən hardasa 2-3 dəqiqəlik məsafədə, demək 3 otaqlı, təmirli, yaşayışlı, şəxsi tikili bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izlink ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, burada 2 dənə ev satılır. Yəni, biri Xodu çöldən, demək, bir dənə evdir, bir otaqlıdır, hal-hazırda kirayədədir, 250 manatdır. Bu da 3 otaqlı evdir, yan tərəfləri açıqdır, arxasına qədər keçmək mümkündür. Ev şəxsi tikili olub, təmirli evdir, qoşa daşlar inşa olunub. Demək, gördüyünüz kimi 2 maşınlıq həyəti var, rahat həyətinə maşın daxil ola bilir. Evdə kürsülü evdir, yəni buradan belə qapının aşağı olmağına baxmayın. Girən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Həyətyanın sahəsi ilə tanış oldu. Buradan da darvaza hissəsidir. Bu da bir dənə kira hissədir. Yəni bu Xodu da çöldən də aidiyyəti yoxdur. İkisi bir yerdə satılır. Burada ev sahibi burada əldamı yaradıb. Artıq əşyalarını yığmaq üçün bax belə bir şərait yaradıb. Burada kombi yeridir. Gölpütbunutka ayrı, kombi ayrı. Gördüğünüz kimi hörmətli izləyicilər, ev sahibi hər şey yaradıb. Demək gedəyin, indi evin içi ilə tanış olaq. Demək, daxil oluruq. Burada evin içinə. Kürsüdə gördüyünüz kimi 5 daşdır. Ev təmiri vəziyyətdədir. Qalxırıq buradan yuxarı. Ev nəmişlik olmayan ərazidə yerləşir. Ümumiyyətlə, ATV-lər arasında nəmişlik yoxdur. Girən kimi sağ tərəfdə mətbəx hissəsidir. Mətbəqə hardasa 14 kvadrat olar, 13-14 kvadrat təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Mebellər demək olar sağlam vəziyyətdədir. Demək, pləkandan çıxanda sol tərəfdə böyük yataq otağı da hardasa 15 kvadrat olar. Bura qonaq otağıdır. Gördüyünüz kimi burada təmiri də səliqəli səhmalı təmirli evdir. Küp evdir, hörmətli izləyicilər. Gördüyünüz kimi təmir də çox qəşəng səliqəli təmiri var. Demək, bu da 3-cü otaqdır, hörmətli izləyicilər. Bu da hardasa 15 kvadrat sat var. Təxmini ölçü deyirəm, az fərq eləyər. 4-ün 4-ü, 16 kvadratdır rahat. Sonunda da, dəhlizin sonunda burada sanuzel hissəsidir. Yuxarılar da asma tabandan yığılıb. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyə yaddan çıxmasın zəng vuran zaman. Evin sənədi qeydiyyatla olacaq, yəni qeydiyyata salmağa da, yəni propiskaya domovoy deyirik biz buna. Köməklik göstərə bilirik. Demək, evin qiyməti, demək, 2 ev ikisi bir yerdə 118 min start qiymətdir. Real alıcı olsa indirim olmaqla birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 118 min start qiymətdir. Real alıcı olsa indirim olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.